Hər kəs salamlayıram, dəyərli izləyicilərim. Bugün yenə İnci ilə bərabər sizin qarşınızdayım. Axşam saatlarında xalam bizi evinə dəvət etdi. Çünki onun oğlunun ad günü idi. Özü də anama bək-bək tapşırmışdı ki, bəs Günellə İncini də mütləq yanında gətir. Bu arada evlərimiz çox yaxındır. 5-6 dəqiqəlik məsafədə yerləşir. Mən, anam və İnci üçümüz birlikdə getdik və piyada getdik. Həm yolda biraz hava aldıq, həm də İnci qəşəng bu təmiz havada yatdı. Yenə həmişəki kimi xalam bu marifətli əlləri ilə qəşəng yeməklər hazırlamışdı. İnci xanım təxminən 1 saat yarım, 2 saat arası yatdı və oyandı. Oyananda da saçları belə idi. Açığı biraz sərin evlərdə çalışırıq ki, onu papaqla yatıstıraq. Burada da Lalə bibi onunla söhbət edir və gəldik indi ən əyləncəli hissəyə. Burada Ülviyənin balaları ilə birgə qızım qəşəng oynamağa çalışır. Təbii ki, yuxudan oyandığı üçün biraz hələ ətrafda nə baş verdiyini dərk edə bilmirdi, amma çox keçmədi ki, artıq uşaqlarla bərabər belə ünsiyyət qurmağa başladı. Sonra isə gördük biraz mızıldanır və dərhal telefonumda proqrama girib baxdım. Proqramda artıq göstərilirdi ki, İnci xanımın yemək vaxtıdır. Dərhal smesini hazırlayıb verdim. Səhv etmirəmsə 150 ml smes hazırlamışdım, tam xatırlamıram. Görürsünüz də necə iştahla içir, hiss olunur ki, bir xeyli acıb və uşaqlar burada cürbəcür çizgi filmlər, oyunlar qoşmuşdular və onların səsinə İnci həmişə belə reaksiya verir. Oynamaq istəyir sanki. Baxın burada da oynayır. Və sıra gəldi tort mərasiminə. Bu arada da qeyd edim ki, həmin gün əslində xalamın oğlu Muradın ad günü idi. Sadəcə Murad xaricdə yaşadığı üçün baxın belə telefondan zəng elədik və bu şəkildə ad günlərini qeyd etdik. Deyirəm, biraz qəribə gələ bilər, amma biz ad günlərini, bayramları əslində bir yerə yığışmaq üçün eləyirik. Yəni hər kəs bir araya toplaşsın, qaynayıb qarışaq deyə. Yəni ki, bu bizim ailəmizdə artıq klassik bir adət-ənənə halını alır. Bu arada tortlardan hər üçünün dadı mükəmməl idi və hər üçü orta boy tort gedir. Yəni nə çox balaca, nə də iri deyildilər. İnci xoşlayır ki, belə şıq-şıq səslər gələn hər bir şeylə oynasın. Təbii ki, onların da arasında belə karton qutular yer alır. Ən önəmlisi də kroklar. Çalışıram krokları verməyim. Tərkibi ilə əlaqədar olaraq mənə görə ən zərərli olanlar elə kroklardır. Amma belə qutu kartonları nəzarətli şəkildə icazə verirəm oynatmağa. Və burada belə bir kadr tapdım. Bunu qətiyyən silməyəcəm. Qızımın təzə dişləri çıxırdı. Tez-tez dilini çıxardır, dişlərinə dəydirir ki, görəsən burada nə var. Hələ də öyrəşə bilmir təzə dişlərlə. Elə çayımı içib tortumu yerdim ki, bir də gördüm ki, mənə qızım dırmaşmağa başlayır. Yəni burada son vaxtlar qucağıma çox gəlmək istəyir. Əslində əvvəllər belə deyildi. Nəysə, bu qalsın öz yerində. Sən demə çay istəyir. Əsl Azərbaycan xanımı görürsüz də. Çay mütləq içilməlidir hər gün. Yəni son aylar, son 2 aydır gözlənmədiyim bir şey var. Qızım hər gün çay içmək istəyir və təbii ki, mən də yox demirəm. Ümumiyyətcə istəmirəm nə desə nəfsi qalsın. Hətta əlimdə fərqi yoxdur. Nə yesəm, yəni çalışıram dadızdırım. Bu arada xatırlatmaq istəyirəm ki, zaten 1 yaşına az qalıb. Yəni siz özünüz yediyiniz şeyləri az-çox daddıra bilərsiniz. Təbii ki, çox ədviyyatlı, çox şirin, şəkərli şeyləri yox. Amma yəni sağlam qidalar ola bilər. Məsələn, quru meyvələrin bəzi növləri ola bilər. Xurmadır, karalyokdur, bunlar olar. Və keçdik növbəti günə. Növbəti gün əlbəttə ki, günümüzə yenə kaşa ilə başlayırıq. Bunun tərkibi həm prebiotiklərlə zəngindir, həm də qəşəng qarğıdalıdır. Dadı da qəşəng olur. Əlavə olaraq biraz da dadlandırmaq üçün və dəmir dəstəyi üçün mütləq keçi buynuzunun bəkməzindən əlavə edirəm, amma çox az miqdarda, yəni sadəcə yarım qaşıq, hətta yarım qaşıqdan da az kifayət eləyir. Bir ki, təzə yuxudan oyanmışıq, mütləq əsnəməliyik. Sonra da bax belə baxırıq o kasaya, bilirik ki, ağzımıza nəsə gələcək yemək və budur artıq. Bu möhtəşəm kaşanın dadına baxdıq. Təbii ki, arada televizora da baxırıq, ətrafda oyuncaqlara da baxırıq və dad o qədər möhtəşəmdir ki, bunu mimikalarımla mütləq göstərməliyəm. Ən önəmlisi isə o qədər sevinirəm ki, baxın, həm bir tərəfdən yeməyimi yeyirəm, həm televizora baxıram. Bu da yetmirmiş kimi oyuncaqlarımla oynayıram. Doğrudan da İnci hansı gün belə dadlı yeməklər yeyir, məncə keyfi yaxşı olur. Zarafat bir qırağa qalsın. Əsasən mənim qızımın problemi diş problemidir. Yəni dişi çıxanda bu uşaq ki, tamam başqa birisi olur. Amma dişləri də sakitləşəndə, damağı qaşınmayanda qayət sakin
bir qız olur yəni. Təbii ki, bütün gündə gəzirik, o yana bu yana, hətta gəzmirik, qaçırıq. Və onu da qeyd edim ki, artıq dəstəksiz şəkildə gəzməsi üçün aylar öncə aldığımız o oyuncağı adı yadımdan çıxdı təəssüf ki, amma göstərmişdim. Hətta videosunda çəkmişdim. Yəni biz onu quraşdıranda yoldaşımla bərabər. Baxın, həmin o oyuncaqdan tutur və onun təkərləri də var təbii ki, rahat bir şəkildə gəzməyə çalışır. Təbii ki, biz onun yanında dayanırıq, çünki hələ tam sərbəst gəzməyinə məncə bir ayda var. O səbəbdən yanında dayanırıq, birdən yıxılıb eləyər deyə. Mənə də gəlir ki, bizim bugünə kimi verdiyimiz ən doğru qərarlardan biri də bu idi ki, biz manej almadıq. Çünki çox araşdırdıq, manejin daha çox zərərləri var. Amma belə dəstəkli oyuncaqların, yəni gəzməsi üçün dəstək olan oyuncaqların, belə deyim, çox xeyri var. Çünki uşaq tutur və sadəcə bir yerdən tutur, ayaqlarını hərəkət etdirir. Çalışır ki, onurğa sütunu da düz olsun, amma manejdə tam tərsi olur. Yəni birincisi ayaqların forması tam düz olmur. İkincisi də onurğaya dəhşət güc düşür də, yəni əzələ sisteminə çox güc düşür. O səbəbdən ən doğrusu bu idi. Bir də təbii ki, özünüzün tutub gəzdirmək idi. Və sıra gəldi bizim bol səbzəli, mannalı bu günorta yeməyimizə. İndi isə suyumuzu içirik. Bu da İncinin təzə stəkanı. Qeyd edim ki, bu stəkan plastik olduğundan rahatlıqla aldım. Yəni yerə düşsə də sınmayacaq. Təbii ki, bəzən elə olur ki, yemək yeyəndə heç başın qatmaq olmur. Nəinki televizor, heç bir oyuncaq, heç bir səs, heç bir hərəkət onun başın qatmağa imkan vermir. Baxın, bu şəkildə özün yerə atır. Və həmin gün sifarişim də var idi. Bu dəfə Fatih balanın 40 məclisi üçün sifariş almışdım. Qeyd edim ki, daha öncə bu xanım üçün çox qəşəng bir nişan, xına və bəy xonçaları da hazırlamışdıq bütün xeyir işlərinin. İndi isə onun övladının 40 məclisi üçün şokoladlar hazırladıq. Əlindəki bu dişlədiyi oyuncağı da yadınızdadsa, keçən videolarda göstərmişdim. Xəzər əmisi almışdı. Arada belə ağzına aparır, dişləyir. Hiss edirəm ki, yəni xoşuna gəlir. Baxın, bunu da biz almışıq hardasa 2 ay əvvəl. Bu da silikon olduğu üçün qəşəng dişini qaşıyır. Bu qəşəng görüntünü də sizlə bölüşmək istədim. Artıq mənlə belə deyir, gülür. Axşam saatlarında da doymadığı üçün düzdür ara öğün olaraq arada piçenya və s. veririk ya da öz yediyimiz yeməklərdən, amma bir neçə qaşıq da, yəni çox yox. Ona görə də tam doymur və axşam üçün xüsusi gecə kaşası var, onu verirəm. Bu kaşanı adətən bəzi videolarda göstərmişəm sizə. Bir qaşıq simsə də əlavə edib verirəm, yəni çox doyumlu olur. Yəni hətta deyərdim ki, gecə narahat olmasa oyanmır da. Uzağı bir dəfə oyanır gecə. Bu arada zaten 1 yaşına kimi uşaqlarda bu proses getməlidir. Yəni çox analar narahat olur ki, niyə görə övladım məsələn gecə ərzində 3-4 dəfə oyanır. Yüksək ehtimalla ac olduğuna görə oyanır. Çünki mənim də qızım belə idi. Amma son vaxtlar bir dəfə oyanır, hətta bəzən heç oyanmır. Çox yəqin ki, oyanmadığı günlər dişinin ağrımadığı günlərdir. Bu arada çox sancılı, kolik bir bebeniz varsa, yenə də qorxmayın. Hər şeyin öz zamanı var, düzələcək. Doğrudan da mən bir ara deyirdim ki, yəni körpə olan vaxtlar, görəsən bu günlər keçəcək, görəsən bu yuxusuz gecələr düzələcək. Həqiqətən də düzəldi. Yəni indi məsələn İncinin konkret olaraq rejimi var. Əvvəl qətiyyən rejimi oturtdura bilmirdik. Çünki qarın ağrısı, köp kimi problemlər yaşayırdıq. İndi isə hamısı demək olar ki, yəni yoxa çıxıb. Mənə elə gəlir ki, 1 yaş yarımına kimi tam şəkildə düzələcək yuxusu və s. Baxın, həmin bu oyuncağı deyirəm. Bununla bərabər dilini də çölə çıxardıb gəzməyə çalışır. O qədər şirin görsənir ki, istədim çəkim göstərim sizə. İncinin xüsusi sifarişidir belə çörək. Bunu adətən qatığa, doğaya və başqa yeməklərə qatırıq, veririk. Dadı demək olar yoxdur, yəni heç bir dadı yoxdur, hətta deyərdim. Sadəcə xırç-xırç eləməsi və dişini qaşıması onun xoşuna gəlir. Əgər bu videonu sona qədər izlədiysənsə, sənə çox minnətdaram və mənə dəstək olmaq üçün zəhmət olmazsa aşağıda gördüyün like butonuna basmağı, fikir bildirməyi və kanalıma abunə olmağı unutma. Bir daha xoş izləmələr.